Product owner məhsul sahibi məhsulun dəyərini maksimallaşdıran adamdır. Bu məhsul maddi məhsul da ola bilər, qeyri-maddi də ola bilər. Əsasən qeyri-maddi məhsullar, rəqəmsal məhsullar da olur. Məhsul sahibi dəyərin maksimallaşdırılması da dəyər satış ola bilər, dəyər daha user friendly dizayn ola bilər. Dəyər artıq şirkətin strategiyasına asılı olaraq dəyişə bilər. Amma bütün hallarda məhsul sahibi haqqındakı bir fikir var. O fikir əsasən bizdə, xüsusilə Azərbaycanda icra adaptasiyasında o səhv anlaşılır. Məsələn, məhsul sahibi dedicated adam hesab olunur ki, bug çıxdısa, sistemdə problem yarandısa, softverdə problem var, təcili yığ, hara baxır PO, qısaldılması product owner PO-dur və gün ərzində daha çox çəkiliş ərzində ondan istifadə edəcəyik deyə deyirəm izləyicilərimiz üçün. PO hara baxır? PO deyilsən ki, məhsul sahibi sənsən, sənə zəng eləyirik və kimi axtaraq bəs, onu işib götürmək istəmirsən falan. Əslində məhsul sahibi o deyil. Məhsul sahibi bütün günün böyük hissəsini data analitiklə bir yerdə vaxt keçirən və data analitiklə bir yerdə data əsaslı qərar verən və hipotezlər, fərziyyələr irəli sürən adamdır.